Taxta, karton, mismar, çəkic və rəngli boyalar. Bütün bunlar hansısa emalatxananın yox, paytaxt məktəblərindən birinin sinif otağında toplanıb. Çünki ümumi təhsil müəssisələrində uşaqlara müxtəlif peşələrə həvəs, məktəbə qədər hazırlıq qruplarında öyrədilir. Havaların soyuması isə balacaları da hərəkətə gətirib. Uşaqlar sahibsiz küçə heyvanları üçün evciklər, sığınacaqlar, hətta quşlar üçün yuvalar düzəldirlər. Heyvanlar da canlıdırlar, ona görə ehtiyatlı olmaq lazımdır. Heyvanlar bizim dostumuzdur. Hansı heyvan sənin dostundur? Canavar, bir də pələk, bir də ayı. Mən heyvanları çox sevirəm. Mən heyvanlarla çox yaxşı davranıram. Əslində burada onlar sadəcə iş görmür, həm də əylənirlər. Sakinlər dost olmaq istəyirəm. Mənə daş atmayın, qanadımı sındırmayın. Mən balaca bir yuva istəyirəm. Onlar üçün bu yalnız dərs deyil, uşaqlar deyir ki, bir heyvanın həyatını qurtarmaq, isti yuva bəxş etmək fikri onları daha da həvəsləndirir. Rəsm çəkməyi sevənlər evcikləri bəzəyir, digərləri isə daha möhkəm və isti olsun deyə taxtaları birləşdirməyə kömək edir. Müəllimlər isə deyir ki, bu uşaqların sevdiyi dərslərdəndir. Çünki onlar burada öz sevdikləri işlə məşğul olurlar, sosiallaşırlar və qrup halında işləməyi öyrənirlər. Biz də akademik bilgilər verməklə yanaşı şagirdlərimizə mərhəmət, qayğıkeş olmaq kimi hissləri aşılamağa çalışırıq ki, cəmiyyətə faydalı bir vətəndaş da yetişdirmiş olaq eyni zamanda. Mərhəmət hissi insanı əsl insan edən ən əsas duyğulardan biridir ki, mərhəmətli olmaq, birinə qayğıkeş olmaq, şəfqət göstərmək, köməyə ehtiyacı olan birinə kömək etmək, qarşı tərəfdəkinin acısını hiss etmək, empati kimi hissləri göstərmək kimi önəmli, duyğusal bir duyğulardır. Çalışırıq ki, valideynlərdən sonra biz bu sevgi, şəfqət hissini heyvanlara qarşı olan, xüsusən də küçə heyvanlarına qarşı olan sevgi, şəfqət hissini körpə yaşlarından uşaqlarımıza aşılayaq. Məktəb rəhbərliyi də bu təşəbbüsü müasir təlim metodunun bir hissəsi kimi qiymətləndirir. Çünki mərhəmət və qayğı kimi dəyərlər uşaq yaşlarında formalaşdıqda cəmiyyət daha sağlam olur. Biz məktəbdə uşaqlara təkcə akademik bilik yox, eyni zamanda dəyər və duyğular aşılayırıq. Uşaqların kiçik yaşlarından empatiya, şəfqət və hörmət hissinin qazanılması bizim üçün ən önəmli məsələlərdən biridir. Bu anlayışları yalnız sözlərdə yox, eyni zamanda da praktik fəaliyyətdə də möhkəmləndiririk. Burada hər bir mismarın, hər bir rəngli xəttin bir mənası var. Uşaqlar sadəcə evcik hanımlar. Bir canlının həyatını dəyişə biləcək kiçik sığınacaq yaradırlar. Onların bu həvəsi həm də gələcək üçün şəfqətli bir cəmiyyətin işarəsidir. Bu balaca evciklər bəlkə də bir pişiyin ilk dəfə isti yerdə yatmasına, bir quşun yağışdan qorunmasına səbəb olacaq. Kiçik əllərdən doğan böyük şəfqət bugün burada görünən ən gözəl mənzərədir. Onlar sadəcə bir evcik düzəltmədilər, həm də mərhəməti, qayğını və paylaşmağı öyrəndilər. Bəzən böyük dəyişikliklər elə belə balaca addımlardan başlayır. Əzizə Mahmudzadə, Sabir Şahveladov, Telesəhər.